Hamınıza assalamu aleykum dostlar. Nə təəssüflü edirəm ki, yaxşısınız. Bu gün sizlərlə birlikdə FIFA FC Mobile bu gün yeniləndi. Oyunun yeni müxtəlif şeylər gəldi və biz bugünkü videomuzda keçən dəfəki videoda Çempionlar Liqası modunu oynamışdıq. Bu modu indiki videomuzda isə uduzmuşduq yarı finalda Bayern Münheni. Bu mod indi isə yeni Dünya Kuboku modunu oynayacağıq. Və dostlar, qəşəng xəbər. Dərslərim bitdi, hazırlıqlarım artıq bitdi də boşam da, gecə gündüz boşam, heç nə eləmirəm. Dərslər heç nə eləmirəm. Ya çöldə oluram ya da telefona baxıram. Və birisi gün UEFA Çempionlar Liqasının finalı PSG ilə Arsenal. Mən PSG-ni tuturam. Nəysə, keçək videomuza. Yəni PSG ilə böyük fanatıyam. 2021-dən tuturam. Bu nəsə keçək videomuza və bu komandaları, bu ölkələri oyun seçib. Orada mən rastgele bastım, rastgele bunlar gəldi. Yəni Portuqaliyanı mən özüm seçdim. Deməli mənim rəqibim Avstraliyadır. Niderlandla da Kolumbiya oynayacaq. İtaliya ilə də İspaniya, Braziliya ilə də Ekvador. Bizim olduğumuz tərəflərdə bunlar oynayır. Amma qarşı tərəfdəki oyunlar məncə daha qırğın oyunlardır. İngiltərə ilə, Misir, Almaniya, Yaponiya ilə, Fransa ilə, Uruguay və Argentina ilə Valves. Məncə finala bir tərəfdən Fransa gələr. Bizim olduğumuz bu tərəfdən də ya finala Braziliya, İspaniya da mən gələrəm. Yəni Portuqaliya. Mən Portuqaliyanı özüm tuturam. Mən Ronaldoya görə falan, həm də ki belə normaldır. Mən Portuqaliyanı tuturam Dünya Kubokunda. Geçsək, nəsə videomuza keçək. Hal-hazırda bu oyunu oynayanda PSG formamı geyib oynayıram. Və bu modu ömrümdə ilk dəfə oynayıram. Heç videodan əvvəl Allah haqqı oynayıb zəlləməmişəm. Bizim kadro, onların kadrosu belədir. Axırıncı dəfə Dünya Kuboku modu 2023-də gəlmişdi, yadımdadır. Oyun dəyişilib deyə qəribə şeylər olub ha. Və mod olaraq professional mod seçmişəm. Yəni güclüdürlər. Şeydə Çempionlar Liqasında oynadığımız modu eləmişəm. Yəni orada zorluq, Çempionlar Liqasında zorluğu professional qoymuşduq. Burada da professional qoymuşam. Mən professional oyuna dünya klasını zad udamıram. Efsanevi zad udamıram. Müayğunla uyğun professionaldır. Və o professionalla da UEFA Çempionlar Liqasını düz 200 dəfə qazanmışam. Sizə demişdim o videoda. Avstraliyadır, nədir bilmirəm. Komanda uduzmaram da mən. Çempion eləmək istəyirəm Portuqaliyanı. Doğru görüm bura şeyimi doğru, hə. Doğru. Yedəklərimiz belədir. Bruno Fernandes atırsa qaqa. Nəsə olar, amma atmayacam təbii ki də. Poçtasam top aya getməz. Yox, gedirmiş. Gördüm elə, əgər qabağa müdafiə çıxmasaydı. Top gedirdi aya və Ronaldo var, bizi söqəşək. Kadromuz zordur. Qəşək. Bir dənə orta Ronaldo. Penal deyil ala. Yox, baş qoy diyor da onu. Oyunçum yox, baş qoydu. Yəni oyunçu yoxdur Ronaldo'nun. Qəşək, Bernardo Silva. Mən bilən rövanş da var. Deyilənmi? Bunun rövanşı da olmalıdır. Bilə. Qaqa qəşəng oynayında nə olar? Mən bilən o dövlətlərdə amma rövanş olmur. Dövlətlər Liqası. Yəni Dünya Kubokunda rövanş olmur da deyəsən. O Çempionlar Liqasının zadına aiddir da eləmi? Yəni deyəsən, o da mən bilən. Mən çünki bilmirəm, ola da bilər. Yadımdan çıxdı qaqa. Bunu sevə biləcəm. Ayda video çox uzun olacaq. Amma keçən dəfə çatdığım videoya xeyli adam baxıb. Yəni xoşunuza gəlib FIFA videosu. Kanalımın adı Çaşıbdası KSFF qoymuşdum. Bugün dəyişdirə biləcəm, heç adım qayacam Azad Bısı. Neyse. Qaqa Laimer, Bayern Münihdə oynayan o Laimer Avustraliyalıymış. What the fuck deməyəcəm, amma what the hell deyərəm.
Ay bilə, çox pis düşdüm axı mən orada. Qəşəng. Müdafiə. Allah, ay zibil, ay bilə. Qəşəng. Qəşəng Vitinho əla. Ay zibil. Yox, hələ də top bizdadır. Vay, oyunçumu yerə yıxıbsan, nə qaqasan. Nəsə ver də. Hakim sən ol deyirəm, onların tərəfindədir. Ay bilə. Qaqa, orada çox böyük səhvlədim. Əgər o oyunçu, onların oyunçusu dayanıb yaxına gəlib vursaydı, rahat qoydu, amma uzaqdan vurdu, bilmirəm niyə. Bitdi oyun. Qaqa, mən ataq eləyəndə niyə bitirdin, hə? Oyunu son gəlib sarı kart verir. Əgər uzatma olsa birinci tək masdır bu. Uzatma oldu dostlar, tək ması. Yəni rövanş zat yoxdur. Rövanş zat yoxdur. Bilirdim axı ölkələrdə rövanş olmur. O şeyə aiddir, UEFA-lara aiddir. Yəni konferans liqasına, çempionlara, elə şey, Avropa, elə liqalara aiddir. Bilirdim belə olacağını. Qəşəng. Ay zibil. Qaqa çox belə yorucudur. Mod adamı belə riskə salır. Ay. Luis Figo girdi oyuna. Penallara keçsək əgər, yəni mən rahat udaram, çünki penallarda çox yaxşıyam FIFA-da. Ay zibil. Ronaldo niyə orada göy quşaq elədi lox kimi öz-özünə? Xiyar. İşte nə qədər Ronaldo'nun xoşdur. Aydı, nəysə. Qəşəngsiz müdafiə, amma oy çox riskli bir, yox elə bildim ki şeydir. Nədir? Elə bildim ki elə bildim ki şeydir orada, kornerdir, amma olmadı. Penalty. Aksan Avustraliyaya uduzsam da mən botam da qaqa. Birinci biz atırıq, Luis Figo atır. Luis Figo atarsan ha, qəşəngsən. Allah şükür, şükür. Hara hoppanaq dostlar, mən də sola hoppanaq, sola. Sol tərəfə. Nə olar? Qəşəng. Bilirdim də sola. Atış olaraq da elə sola ataq Ronaldo ilə. Qəşəng. Mənim içimdə yenə sol atacaq. Sola gedək, hoppanaq yenə. Təsəl yenə düz bildirəm. Ay zibil, işləməz. Bütün penalları düz atsam əgər də çempion. Çempion nə idi? Gedirik yarı finala. Ay bilən, atanmadım. Burada bu tərəfə hoppanırıq. Ay, düz tapmışdım. İndi atmaq olaraq da atıram sol, sağ. Sağa qoşu, daş kimi atdıq. Çox bərk atdıq. Skimet nədir? Sağa hoppanacam, nə olar düz olsun, ay zibi. Ayda nə olar? Qəşəng. Əgər tutsaq uduruq, tutsa ki bunu, tutsa ki nə edər? Tutsaq bunu tutsaq əgər uduruq.
Her şey buna bağlıdır, onda da finala bağlıdır. Ay bilin. Qəşəng Vitinha. Qəşəngsən. Qəşəng. Məncə həqiqətən bu dəfə onda sol atırdı. Bayaqdan görür sağa atır, aşağı atar. Fikirləşər ki, bu da sağa hoppanar, mən də sola hoppanar. Bircə mat 10 dəqiqə nətər çəkir, qaqa. Şunlaxsan. Qəşəng Nuno Mendes. Allah. Qəşəng. Qaqaş sən Allah, sən atmadan at, qırağa zad atdı, qırağa zad at, qırağa falan filan da, nə bilim işte də bir yerə at geçsin. Sağa hoppanaq bir dəfə, yeni yerə hoppanmaqdan yoruldum. Mən də bunu yeni bildim, sol, ancaq sol. Bizə sağ ataq indi. Uduzdıq. Qaqa, bu video burada bitməməli idi axı. Burada bitməməli idi axı bu video. Görə sola hoppanacam ama bax sola. Necə sola yox sağa atsam minəcəm də. Atanmadı lox paket atanmadı. Qəşəng. Hələ ölməmişik. Qaqa hələ varıq biz, hələ ölməmişik. Sola hoppanacam, sola. A bu nədir? 7 gol atmışıq. 7 golda penaltı. Hoppan sola. At sən də tut da bir zibili tut da. Ay zibil. Murt keçirir məndən oyun. Qəşəng şükür. Ana olar tut da bunu. Yalvarım qaqaş tut da bu zibili tut da. Bu nədir? Nə olsun oldu video? Öyle. Uçda ne olar axı? Ya sağa hoppanacam, sağa. Sağa atdın Laymer ne olar? Ay zibil mırtdaşdı, bildiyim oyuncu bizdən mırtdaşdı. Qapçı atır qaqa. Qapçıya gəldi Sravje. Qəşəng. 9-8. İndi onun qapçısı atacaq. Bu nə işdir? Ay zibil. Qaqa bərabərə qalsa nə olacaq? Cavabı bilmirəm həqiqətən. Nə ola? Atma. Sola hoppanıram. Bu ayaqdan sola ancaq sağa atsam minəcəm ha. Ay belə. Qaqa şimdi kim qaldı? Başda sıfırdan atır oyuncular. Ay zibil. Sıfırdan atır demədə mənə. Oy qaqa 19 mırtdaşırsan məndən. Hayda. Qaqa rəqibimiz sözə deyəm ki güclüdür. Yanıb təkvin verəm. Sola hoppanacam bir dəfə. Şıqlar da. Oyda. Ronaldo atarsan sağ güvənim. Qəşəng. 11-10 nədir? Ay bu nə penallaşmadı ya? Bu nədir? Ya nə olar tut da qaqa. Diego Costa. Oyun pissin sən. Diridəcəm də. Sabit sersən məsən sən də. Ay bu tut da nə olar? Şəkər bax belə. Qəşəng. Nəysə dostlar, videonu dayandırıram. Yoruldum. Deməli dostlar, rəqiblərimiz bəlinib. 11-10 penaltı oyzivi. 14 dəqiqə bir maça. Niderland Kolumbiyanı deşib sikib qoyub o tərəfə 3-0. İtaliya İspaniyanı qoyub, İspaniya boyu verə soxun. Braziliyada Ekvadoru 3-0 dağıdıb. İngiltərə 2-1 Misir udub, 3-0 da Almaniya qoyub. Uruguay 2-0 da Fransanı, Argentinada 5-1 qoyub qallərə Valdez. Oy bu da qaqa ağlım bayaqki oyundadır. O nə oyunu idi? Mən Avstraliya ilə elə qaldırırsam əgər sən Allah Niderland məni sikib ötürəcək qaqa.
Sikim ötürəcək məni. Van Dijk zat mən dağıdacaq. Neyse Allah keçib bir an test. Bu ne kadrodur? Oy zübül. Neyse ya Allah. Allah qoysa birdən bunu udaq. Penala zad uzatmaya nə olar getməsin. Ona istəyirəm. Başqa nə olursa olsun. Oy oy oy. Oy oy oy. Oy çok yaxınlaşmışdıq. Qəşər oldu. Bunu qəşəngcə. Ay bu da sən Allah elə bitməsin də. Biz deyəsən çempionu penal alacağıq. Oy, nəyi atamadın sən? Bruno. Nəyi atamadın sən? Da sən nəyi orada atamadın? Qaş ay. Ay zibil. Ayda ne kesilmir? Və keş də bunu. Niye kesilmir ha? Bu yediğin sınava basmışam axana deyəsən. Nəysə Van Dijk'a bax. Onlar da yox da yenə getməsin də o offside zat. Yenə kəlləlik göndərim, yenə atacaq aya. Elə bu qapıcı əlinə alır bu Verbruggen əlinə alır, Verbruggen. Verim onu ağlına. Oy! Ay zıbil! Heç onu da atanmadı. İlk sana ancaq top bizdə oldu. İlk səqaqa şikim düzündə seyir, top ancaq bizdə oldu. Kəlləliyə getdi. Ronaldo, Cristiano Ronaldo. Oyda! Qaqa çıxartdırma. Qəşə yox, çıxırsa ya da çıxsın belə olsun. Ay. İlk səbtdir sonra Ronaldo bu heyətlə gedək. Oyda 14 dəqiqə sən nə? O ilk oyuna 14 dəqiqə. Avstraliyaya 14 dəqiqə getdi. Qaqa bu da lazımsız boş komandaya. Ayda bu da getsə final ölərəm gülməkdən ölərəm. Ayda ölərəm ya. Kuboku penallaşa qazanarıq. Ay. Uduzacağıq məncə. Bilmirəm də. Allah elə udarıq. Amma mənim içimdə bir dənə hiss var ki, uduzacağıq. Qəş uduzmayaq da, bu qədər tez uduzmaq olmaz. Axı, Van Dijk mənim burnum orada niyə arxadan elə itələdi? Oyuna diqqətlə fikir verən görərdi onu. Qəşəng! Bernardo Silva. Da bundan sonra da paslaşa əgər geçsək də fisyo. Oyun bizlikdir. 1-0 gedərik. Top bizim də ayağımıza keçsə əla olar. Qəşəng. Ronaldo sən göy qırşağı eləmədi. Bax demədim o. Bax onun dərdindən oldu. Eləməsəydi bir qol atırdım qabaq gül. Mesela biz ikimiz burada paslaşaq Vitinha ilə Bruno. Videonu dostlar burada dayandırmaq istəyirəm.
Nəysə dostlar, videonu dayandıram burada. Düz mən axıra qədər belə paslaşacağım da oyunçularla, qoy 1-0 bitsin, gedək yarıya. Gözləyin. Dostlar, gəldim elə ilk oyunu 1-0 paslaşa elətdirə gəldim. Deməli, İtaliyada 1-0 Braziliya qoyub. Qaqa, İtaliya normalda yəqin bilərsiniz 2026 Dünya Kubokundan çıxıb, amma nədənsə belə olub. İngiltərə 2-1 Almaniya qoyub, 3-1 Uruguaya da qoyub Argentina. İtaliyanı udmalıyıq ki, gedək finala. 1-0 ilk oyunu Niderlandı. Mən düz indi yarı finala gəldiyim oyunları zar ilk oyunu ümumən bir gol atmışam da. İlk oyun 0-0. Ay bilə dəqiqə. Bir dənə gözləyin dostlar. Yəni ilk oyunu 0-0 zar udmuşuq. İkinci oyunda bir golla paslaşa oyunu ilə getdim axıra qədər. İndi üçüncü oyunumuzu oynayaq və finala gedib çempion olaq. Burada bir dənə Bruno Aizibil. Amma məncə içimdə his var. Çempion ola bilərik desəz. Məncə dostlar, baxın, bunu uduzarıq. Yəni belə biləm deyə bilərsən ki, adam özünə bir güvənər videodasansa. Mən dostlar, yəni deyirəm, uçsam da udursam da atacam bunu YouTube-a. Atacam YouTube-a. Qəşəng. Bernardo çox zordur. Hadi qaqa, arxada oyunçumu belə tutur. Qolunu da almır bu hakim. Sənə heç vezini almır. Qəşəng, bir dənə də bu qola çevirirsə çox zor olur axı. Neto. Bruno. Ay bilə. Ay Zibil. Ay, nəyi qaçırdım mən, ala. Ay bilə. Nəyi qaçırdım əmə. Gol! Qəşəng, Pedro Neto. Amma bir dəqiqə dostlar, pasajib zad eləməyəcəm də. Dedim ki, el eləməyim, hilə zad olar. Deyərsiz hiləsən, niyə elə edirsən, nə maraq var. Ona görə bir axıra qədər özümüz edək. Udaq da bu oyunu. Sən Allah. Udaq gedək finala. Hayda. Qaşa tut, çıxartdı xətdən top. Ay. O üzvə finala birisi tərəfdən Argentina gəlsə, buradan da mən gəlsəm çox qırğın oyun gedər ha. Sən öyle. O üzvə sənə çox özü maraqlı olar. Bir dənə olar da ya bir qol ataq ya da ki belə bitsin oyun. Bir dənə zırraya qabağa geçsin. Paslaşmaq olaraq qəşəng paslaşırıq, amma şut olaraq şutlarımızı çox tələsik vururuq bizim komanda.
Pedro Neto oyundan çıxmışdı və bir dənə dubl elə. Ay cibə eləyəmir. Tonali ot kimi qaçır ya. Ay sağım, acaba qol olsa Diogo Dalot sən minəcəm ha. Və deyirəm ha, acaba bu ataqları qol olsa Diogo Dalot sən işinə də. Uğurlaçdır, dedim uğurlaçdır. Şey. Ay, kaka, Allah, bu hakem hara baxın. Çok beline minirim, bildiğim minir. Gola gel! Gola gel Bruno! Gola gel! Bununla da finaldayıq, qaqa, finaldayıq. Bir dənə qola baxaq. Bütün yoldan böyle yavaş pas Bruno Fernandes. Komandada orta saha daşıyır da bildiğin. Qaqa Ronaldo hücumsan ama gol atamırsan. Ama ilk oyunu Avustraliya ilə olan oyunda ulduz oyuncu Ronaldo oldu. Çünki 2 dənə penal attı. Şeydə ona görə penallarda. Qəşəng getdi ya qaqa, 2-0 babat qoyduq. Dostlar, bir dənə finala baxın da, bir dənə finala baxın. Bir dənə finala baxın da, bax bunun ekran kaydını belə bax belə almalıyam belə. 2-0 İtalyan, o bir sırıfdı. İngiltərə öz evi, bax İngiltərə 1-1 bərabərə qalıb. Bizim ilk oyunda kimi. Biz ama ilk oyunda 11-10 penallara hara gedəcək? 11-10 utdum penallarda. Avstriyanı utdum. Bunlar penallar ama qısa olubdu, az olub. Argentina 400 penallarda 1-1 qalıb gedib finala və indi həmin o qırğın oyun, möhtəşəm oyun başlayır. Bu ilin Dünya Kuboku desəm belə olacaq. Baxın, ekranda görünür. Belə olmalıdır axı. Dünya Kuboku belə olmur axı, mən bilirəm. Həmişə elə eyni olur. Məncə də yenə də elə olur bu ildə. Elə mən, yəni Portuqaliya görürsünüz, yəni Dünya Kuboku, yəni bu il mən Dünya çempionatına, mən hər il qoxuram. Dünya Kubokunda Portuqaliyanı tuturam. Hər il Dünya Kubokunda. Nə Fransa, Fransanın qəşəngdir kadrosu, həssas adam bilir, ataksız, amma Portuqaliyanı tuturam mən və Portuqalın orta sahası da at kimidir. Nəysə, oyuna başladıq. Qəşəng taktikalı gedəcəm, taktikalı. Oyda, müdafiə olmasaydı axı qoluydu. Oy. Diogo Dalot, nə eynirsən? Sən Allah, nə eynirsən? Ay, bula, Messi attı. Gör nə cür atak kontrol edir. Qaqada mən neynədim? Offside-dir. Yəni orada offside olacaq. Nədir yaxşı? Offside olmaq yaxşı oldu. Top onun ayağına gəldi. Amma indi baxın, top bizim ayağımıza gəldi. Pulsuz top bizim ayağımıza gəldi. Ayda, orada niyə vursan? Ayda, belə 1-0 bitsə, axı çox pis olacaq əziyyətimizi. Doğa görün bura. Hə, doğa görün bura, əş tərəfi.
Oyda qaqaş, görsən, çıxanda Van alsan işdir həmdən bir dənə elədik. Bir dənə də Joan Neves salaq oynar, bir dənə də ki, Luis Figo salaq. 3 dənə dəyişiklik elədim də, bildiyim 3 dəyişiklik. 2 keçmişin futbolçusu, bir dənə də PSG futbolçusu. Daha bunlarla da baxaq görək bu 3 dəyişikliklə nəsə edə biləcəyik. Yoxsa da deyirəm, amma 2-0 olsa da UJ-də ucuzluq deməliyik bunu da. Pedro Neto'nu çıxartmadım mən. Bu da mənlə mırtdaşır. Mənlə mırtdaşırsan sən, Tagliafico'san. Sən Pedro Neto işdirsən. Başladı bu yenə. Oyuncu, bu niyə belə bizim bütün oyuncularımızdan qəşəng belə oynayır bu Tagliafico? Qəşəng! Qolu vuran Eusebio yeni girən oyuncu. Qolun pasını verəndə João Neves yeni girən oyuncu. Yəni qaqa bax, João Neves yeni saldım Bruno'nun yerinə deyəsən ya da Bernardo Silva'nın yerinə. Qol pas verdi, Eusebio da şey elədi. Bruno'nun yerinə salmışam. Hə, Bruno'nun yerinə. Bir dənə də qol, bir dənə də qol, bir dənə də qol. Come back, çibir. Deyirəm axı, bu il Dünya Kuboku Portuqaliyandı qaqa. Portuqaliyanın çibir. Bir defansif oynayaq da buradan sonra haram bal eləyək də. Elə eləyək ki, qol yeməyik. Elə belə bitirməyə çalışdıraq belə finalı. Nə olar belə bitsin ya. Ay ay ay. Əgər sənət əsəri olacaqdı, əgər o olsaydı, sənət əsəri 9 dəqiqə 3 qol olacaqdı. 9 dəqiqə 3 qol olacaqdı əgər o da offside olmasaydı. Nəysə, ver Rafaelə. Leo, neynirsən? Ay bilə. Ay bilə. Ay bilə. Ay bilə. Qaqa, bu nə qolu idi? Özdə niyə imenli Messi atdı? 2-2. Özdə bütün qolları onları da Messi atır. Messi. Kim olmadı axı belə. Bunu da attacking elə. Bizə bir qol lazımdır. Bir qol, bircə qol. Qaqa, bircə qol. Oy. Qəşəng getmişdi. Ayda. Ha, bitdi. Nə oldu? Həmişə ədalətsizlik bizdə olmalıdır. Bir həftə sizdə olsun. Qozulma deyil. Orada atay çıxırdı o. Gedirdi. Orada penalları keçsə də maraqlı olar. Yəsin. Amma mən yenə də istəmirəm penal. Qaqa. Garanti bir dənə qol ataq da göstərək ki, bunlardan güclüyük. Qəşəng. Ay da biraz da bərk, biraz da bərk, biraz da bərk və penaltı ilə
Ay penaltılar. Penaltılar. İlk penalı. Luis Figo atıb. Bir tane sağa atanmadıq. Atanmadıq. Almadı adı nədir o atır onlardan. Onlar da atanmadı. İndi Joneveş. Gol. Qəşəng. Alvarez atır indi bunlardan. Qəşəng Diago. Diago Costa. Eusebio bir tane gol. Qəşəng. 4-2. Argentina xəyallar və də belə. Messi atır. Messi'nin atsam axı da zorda xücə. Ay. Yaşlanmaz. Qoyasana da yazıqlar. Qəşəng. Daşçı Mahdi Rafael Leo. Yaxşı sağa gedirdi. Mən sonra tez yönünü dəyişdirdim. Makalister. Yazıq Makalister. Yazıq. Niyə elə durursan? Ay yazıq. Sola hoppanacam. Sola. Bir dənə tutsam çox zor olur axı. Qəşəng. Bitti qaqa. Bitti. Artıq da çempiondur da. Deyə 2026 da bizimdir də. Xəyallarınıza puç eləyin də, düz. İspaniya zat. Udmaq siz artıq da 2030'u gözləyin. Dərtil gözləyin. Qəşəng. Əla, qəşəng. Maçın ulduzu düzünü desək ki, əgər qaqa, Eusebio olmalı. Eusebio ya da João Neves. Amma məncə Eusebio, deyirəm ya Eusebio, Luis Figo bu ikisindən biri. Ya Eusebio olacaq. Luis Figo çünki penallarda bir penallı atanmadı. Bax nə dedim Eusebio olacaq gördünüz? Onlarda da Messi. Onlarda Messi hayfal da əziyyətlə mən istirasına qozyan var Messi. Allah dağıtdıq. Bu da Portuqaliya fərqi. Əşək, əla. Bomba kimi qaqa. Deməli, çampion Portuqaliya. Bir oyun da uduzmadıq. Oynadığımız bütün oyunları udduq. Əşək. Play bassam nə olur ki? Təzdən sıfırdan başlayırıq. Lazım deyil. Hopa, qəşək. Amma dağıtdıq. Profesional modudum. 4-cü dəfə ömrümdə profesional modunu oduram. 3 dəfə bu Çempionlar Liqası modunu udmuşam. Bir dəfə də Dünya Kuboku ilə ilk oyunumdan udduğum ilk. Və şükür yaxşı videoya daldım və dostlar, gəlin bir dənə qutu açaq videoda. 100 elmas lazımdır. 100 elmas. 1000 elmas qəşək ata ələcək. Bir dənə qutu açaq. Qutunun içindən bir dənə. Zorum var da qaqa, zorum. Elə. Deyim elə başa düşün. Zorun zoru olur. Zorum. Ya diyor qaqa, bilirəm ki içindən pox çıxacaq, qutunun içindən pox çıxacaq. Gəlin bunu alıb karakterimizi maxlayaq. Maxlayaq karakterimizi. Ay belə yox, 1500 bir dəqiqə. Bunu iki dəfə artdırmaq yox olmamış. Mən də 600. Dostlar bir dənə mən gözləyin. 600-dən ya da yox, biz videodan sonra açaram. Nəsə olsa bugünkü videomuz bura qədər. Sağ olun, sizə yaxşı baxın.